Salam kanalımın değerli izleyiciləri, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərlə çox dadlı, ləzzətli kişmişli keks hazırlayacağım. Gəlin keçək hazırlanmasına. 3 yumurta götürürük, qabın içərisinə əlavə edirik. 1 stəkan şəkər tozunu əlavə edirik. Yaxşıca ağarana kimi çırpırıq. Şəkərli vanilini əlavə edirəm. Azacıq qarışdırıram. Üzərindən də yarım stəkan duru yağ əlavə edirəm. 1 stəkan öncədən azacıq isitdiyim südü əlavə edirəm. Yenidən azacıq qarışdırıram. Belə kişmiş götürmüşəm. İçərisinə, xəmirin içərisinə əlavə edəcəyim undan 1 qaşıq götürürəm. 2 qaşıq götürürəm. Kənarda saxlayıram. İndi isə gördüyünüz unu əliyərək qarışdırdığım qarışımın içərisinə əlavə edirəm. Ümumilikdə 2 stəkan un əlavə edirəm. 2 stəkan unun içərisinə 1 paket qabartma tozu əlavə edirəm. Kütlə həll olana kimi qabın dibindən yuxarı doğru bu formada qarışdırıram. Qarışdırdım, keçirəm kişmişi qarışdırmağa. Yaxşıca una bulayıram kişmişləri. Qarışımın içərisinə əlavə edirəm. Azacıq qarışdırıram. Hazırladığım qarışımı soba listinin içərisinə əlavə edirəm. Verirəm sobada 180 dərəcədə pişməyə. Qeyd edim ki, sobanı öncədən mütləq qızdırmaq lazımdır. Çox dadlı, ləzzətli, görünüşü də möhtəşəm olan keksimiz hazırdır. Kişmişli keksimiz hazırdır. İçərisinə zövqə görə şokolad da əlavə edə bilərsiniz. Üzərinə şəkər pudrası əlavə edib servis edə bilərsiniz. Çox dadlı, ləzzətli, qabardıqca qabaran, içi süngər kimi çox yumuşaq keksim alındı. Mütləq siz də bu reseptdə hazırlayın. Əminəm ki, bəyənəcəksiniz. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik, inşallah gələn videolarda görüşərik.